Hər kəsə salam. Bizim bugünkü dərsimiz mərhəmət mövzusundadır. Gəlin tapşırıqlara keçək. Birinci A tapşırığı. Şəkillər üzrə hekayə qurub danışın. Balaca qızın hərəkətinə münasibət bildirin. Gəlin qızımızın adı olsun Günəş. Bir gün hava yaman yağışlı idi. Lakin Günəş çölə çıxıb gəzmək istəyirdi. O çətirini götürüb, əynini qalın-qalın geyinib çölə gəzməyə çıxır. Bu zaman çöldə yerdə yağışdan ıslanıb büzüşmüş bir pişik balası görür. O pişiyi qucağına götürür, şərfinə doluyur, bükür və özü ilə bərabər evə gətirir. O gündən o pişiyi bəsləyir, yedizdirir və onunla dostlaşır. Deyir ki, balaca qızın hərəkətinə münasibət bildirin. Qız çox mərhəmətli idi, heyvansevər idi. Gördüyünüz kimi pişiyə ürəyi dözmür və özü ilə bərabər gətirir, onu qurudur, bəsləyir. Mətnin adına diqqət yetirin, mətni oxuyun və başlığı izah edin. Mətnimizin adı Çağırılmamış qonaq. Gəlin oxuyaq. Hava çox soyuq idi. Hər yan qarla örtülmüşdü. Toplan azmışdı. O isinmək üçün yer axtarırdı. Gəlib bir həyətə çatdı. Həyətdə balaca bir qapı gördü. Qapıdan içəri girdi. Bu zaman hay-küy qopdu. Toyuqlar qaqqıldaşdılar. Hində küçüyün nə işi var? Toplan gördü ki, onu dimdikləyirlər. Birtəhər canını qurtarıb çölə atıldı. Zincildəyərək sağa-sola baxdı. Bu dəfə başqa bir qapı gözünə dəydi. Bu qapı bayaqkından hündür idi. Toplan özünü aralı qapıdan içəri saldı. Əcəb istidir deyə sevindi. O özünə yer eləmək istədi. Birdən səs gəldi. Mə, bu nədir? Ayağıma dolaşdı. Elə bu vaxt Toplanın kürəyinə zərbə dəydi. O diyirlənib qarın üstünə düşdü. Baxın, deyir ki, mətnin adına diqqət yetirin, başlığı izah edin. Çağırılmamış qonaq nə deməkdir? Yəni, həmin qonaq o yerə çağırılmayıb, lakin çağırılmadığı halda gəlib. Burada isə çağırılmamış qonağımız Toplandır. Toplan öncə toyuq hininə girir, oradan onu qovurlar, çünki onun yeri ora deyil, ora çağırılmayıb. Daha sonra isə qoyunların, keçilərin yuvasına girir. Şəkillərdə gördüyünüz hansı obrazların mətndə adı çəkilmir? Gəlin baxaq. Baxın, şəkildə xoruz da verilib, qoç da verilib. Lakin bunların adı mətndə çəkilmir. Keçək, nöqtələrin yerinə hərəkət bildirən sözləri yazmaqla cümlələri köçürün. Baxın, burada verilən sözlər nöqtələrin yerinə uyğun olaraq yerləşdiriləcək və bunların hər biri hərəkət bildirən sözlərdir. Gəlin yazaq. Deməli, cücələr yemi neyniyər? Dimdikləyər. Dimdikləmək. Daha sonra, küçük qorxudan zingildədi. Toyuq ucadan qaqqıldadı. Keçi çobanı görüb mələdi. Pişik divanda oturub miyoldadı. Sizcə nə üçün heyvanlara qayğı göstərmək lazımdır? Çünki heyvanlar da insanlar kimi canlıdır. Nə olsun ki, onlar danışa bilmirlər, dili yoxdur. Amma onlar da bizim kimi canlıdır və onların da qayğıya, sevgiyə ehtiyacı var. Şəkillərə baxın və Toplan haqqında mətnin davamını təxmin edin. Şəkillərimiz bunlardır. Mətnin davamında nələr olacağını şəkillərə baxaraq da təxmin edə bilərik, amma gəlin mətni oxuyaq. Hər yerdən qovulan Toplan əlacsız qaldı. Kor peşman həyətdəki evə yaxınlaşdı. Pəncərənin qarşısında skamyaya dırmaşdı. Evdən xörək iyi gəlirdi. Toplan pəncərədən içəri boylandı. Divanda iri bir pişik uzanmışdı. Toplanın ona paxıllığı tutdu. Ürəyində fikirləşdi. Kaş onun yerində olaydım. Toplanı görən pişik güçlərini qabartdı. Onun üstünə cummaq istədi. Toplan qorxub qaçmaq istədi. Elə bu zaman qapı açıldı. İçəridən bir oğlan çıxdı. O Toplanı görüb dedi. Vay vay, nə yaman islanmısan. Yəqin açsan, indi səni yedizdirərəm, isinərsən. Sonra pişiyə acıqlandı. İpək, sən niyə tüklərini qabartmısan? Bilmirsən ki, qapıya gələn qonağı qovmazlar? Hekayədə hansı obrazlar var? Baş qəhrəman kimdir? Obrazlara münasibətinizi bildirin. Kimdən daha çox xoşunuz gəldi? Deməli, hekayədə Toplan var idi.
Görürsüz toplan. Daha sonra pişiyimiz var idi. Onun adı İpək idi. Bir də oğlan var idi. Deyir ki, baş qəhrəman kimdir? Baş qəhrəmanımız toplandı. Obrazlara münasibətinizi bildirin. Kimdən daha çox xoşunuz gəldi? Daha çox hər halda oğlandan xoşumuz gələr. Çünki o çox mərhəmətli idi. Toplanın çöldə islanmış ac vəziyyətdə qalmasına ürəyi dözmədi və onu özü ilə evə gətirdi. Demək, üçüncü A tapşırığı köhnədir. Yeni dərsliklərdə bu tapşırıq yoxdur. Bunun əvəzinə başqa bir şey yazılıb. Keçək biz B tapşırığına. Deyir, sizcə niyə bu quşlar, yəni qaranquşlar insanlara yaxın yerdə yaşayırlar? Mətni oxuyun, təxmin etdiyiniz fikirlərlə mətndəki əsas fikir müqayisə edin. Sizin fikrinizdə nəyə görə qaranquşlar insanlara yaxın yerdə yaşayır? Bunu bildirəcəksiniz və mətni oxuduqdan sonra da öz fikrinizlə mətndəki fikri müqayisə edəcəksiniz. Gəlin oxuyaq. Ana qaranquş. Bir qaranquş hündür bir ağacın başında yuva qurmuşdu. O hər gün uzaqlara uçur, balalarına yem gətirirdi. Günlərin birində yenə qaranquş yem axtarmaq üçün yuvasından uçdu. Qaydanda gördü ki, vahiməli qanadlı bir ilan yuvaya tərəf sürünür. Ana qaranquş haray saldı. Uçun, uçun, balalarım, ilan sizi yeyəcək. Körpə qaranquşlar havaya atıldılar. İlan da onların arxasınca havaya qalxdı. Ana gördü ki, ilan balalara çatacaq. O var gücü ilə qışqırdı. Yaxınlıqdakı evin qapısı açıqdır, tez olun, içəri girin. Ana qaranquş ilanla vuruşmağa başladı. Döyüşə-döyüşə evə yaxınlaşdı. Ev sahibi onları gördü. Dəyənəklə ilanı vurub yerə saldı. Qaranquş tamam əldən düşmüşdü. Tükləri didik-didik olmuşdu. O üzünü balalarına tutub dedi. Mən sizə deyirəm, siz də öz balalarınıza tapşırın. Yuvanızı insanlar yaşayan yerdə qurun. O vaxtdan qaranquşlar insanlara sığınıblar. Yuvalarını evlərin lap yaxınlığında qururlar. Hansı sualın cavabı mətndəki əsas fikri ifadə edir? İlanlar necə uçurlar? İlanın qanadları vardı. Əslində, real həyatda ilanlar uça bilməz. Onlar sürünən heyvanlardır. Sadəcə mətndə belə göstərir. Nəyə görə qaranquş evlərdə yuva qurur? Çünki insanlar onları qoruyurlar. Burada da deyir ki, yuvanızı insanlar yaşayan yerdə qurun. Mətndə də gördük ki, bir insan sayəsində onlar ilandan xilas olurlar. Qaranquş yuvasını necə qurur, necə qurduğu isə mətndə bildirilmir. Bizdən istəyir ki, mətnin əsas fikrini tapaq. Əsas fikir də B variantının cavabındadır. Şəkillər mətnin hansı hissələrinə uyğundur? Gəlin baxaq. Demək, burada görürük ki, bir insandır və dəyənəklə ilanı vurur. Bu hardaydı? Baxın, burada 4-cü abzasda deyir ki, ev sahibi onları gördü, dəyənəklə ilanı vurub yerə saldı. Digər şəkildə isə görürük ki, artıq evin yanında qurub yuvasını. Bu da 5-ci abzasa və 6-cı abzasa da uyğundur. Baxın, deyir ki, mən sizə deyirəm, siz də öz balalarınıza tapşırın, yuvanızı insanlar yaşayan yerdə qurun. Keçək. Bunları bilməliyik. Abzas nədir? Nağıl, hekayə mətnləri abzaslara bölünür. Hər abzasda yeni fikir ifadə olunur. Baxın, bizim bu mətnimizdə abzaslarımız 1, 2, 3, 4, 5, 6 yazılanlar var. Baxın, onlar abzaslardır. Hekayəni hissələrə bölüb görürsünüz. İndi bizdən soruşur ki, ana qaranquş mətnində neçə abzas var? Gördük ki, 6 abzas var. Baxın, 6 abzas var. 5-ci abzasda nədən danışılır? Neçənci abzasda qaranquş ilandan xilas olur. 5-ci abzasda ana qaranquşun balalarına nəsihətindən danışılır. Görürsünüz, deyir, mən sizə deyirəm, siz də öz balalarınızı tapşırın, yuvanızı insanlar yaşayan yerdə qurun. Deyir ki, neçənci abzasda qaranquş ilandan xilas olunur. Xilas olunduğu abzası isə 4-cü abzasdır. Ev sahibi
onları görür, ilanı vurur və qaranquşu da balalarını da ilandan xilas edir. Şeiri oxuyun, şeirin başlığını hansı obraza aid etmək olar? Deməli, şeirimizin başlığı Mərhəmətli qız, yəni şeirimizin adıdır. Yəni şeiri oxuyaq görək hələ Mərhəmətli qız kimə aiddir? Velosiped sürərkən Gülçin yaman yıxıldı. Yerə elə dəydi ki, dizi, qolu cızıldı. Nərmin durub bayaqdan ona tərəf baxırdı. Gülçin yıxılan kimi özün ona satdırdı. Kömək etdi Gülçünə, onu yerdən qaldırdı. Evdən tənzif gətirib, dizin, qolun sarıdı. Gülçün ona ürəkdən, Nərmin çox sağ ol dedi. Sən mərhəmətli qızsan, gəl dost olaq, söylədi. Görürük ki, mərhəmətli qız burada Nərmin imiş. Çünki Gülçünə kömək edir, onun yarasını sarıyır. Şəkillərlə şeirin bəndlərini uyğunlaşdırın. Gəlin uyğunlaşdıraq. Burada görürük ki, Nərmin Gülçünün yarasını bağlayır. Bu hara aiddir? Baxın, 3-cü bəndə aiddir. Sonra ikinci şəkildə görürük ki, Gülçün velosipeddən yıxılır. Bu da 1-ci bəndə aiddir. Üçüncü şəkildə isə Nərmin onun yıxıldığını görüb tez ona tərəf qaçır. Bu isə 2-ci bəndimizə aiddir. Suallara cavab verin. Mərhəmətli qız şeiri neçə bənddən ibarətdir? 4 bənddən ibarətdir. Baxın, 1, 2, 3, 4. Hər bənddə neçə misra var? Gəlin sayaq. 1, 2, 3, 4. Hər bənddə 4 misra var. Neçənci bənddə Gülçünə yardım edildi? 3-cü bənddə Gülçünə yardım edir. Nərmin Gülçünə yardım edir. Neçənci bənddə Gülçün Nərminə təşəkkür etdi? Bu isə 4-cü bənddən idi. 3-cü bənddəki hansı söz aşağıda verilən izaha uyğun gəlir? Yaranı sarımaq üçün nazik pambıq parça. 3-cü bəndimiz hansı idi? Gəlin baxaq. Baxın, bu bənddən söhbət gedir. Deyir ki, yaranı sarmaq üçün nazik pambıq parça. Şəklə baxaq ilk öncə. Baxın, burada yaranı sarmaq üçün nazik pambıq parça nədir? Tənzif. Tənzifimiz isə, baxın, burada verilib. Dərsimiz bu qədər. Ümid edirəm ki, sizin üçün yararlı oldu. Əgər oldusa, abunə olub bəyənməyi unutmayın.